Aysel, nəsə çox maraqla baxırsan. Demək istədiyim bir şey var. Nə türlük? Bu Brandenburg darvazasıdır və bir maraqlı tarixçəni deyim, 1806-cı ilə qədər həmin bu Brandenburg darvazasının üzərində olan 4 at kvadriga adlanır, quattro, sülhü simvolizə edirdi. 1806-cı ildə Napolyon Berlini işğal eləyir və mən bu 4 atı aparır Parisə Louvre muzeyinə. O vaxt Louvre muzeyi adlanırdı Musée du Napolyon, səhv eləmirəmsə. Aparır ora və bütün dünyaya öz qələbəsi kimi nümayiş etdirirdi. Amma 1814-cü ildə Prusiya Parisə daxil olur və həmin bu 4 atı gətirir, yenidən Berlinə, yenidən Brandenburg darvazasının üzərinə qoyur, xaçda qoyur və Prusiya ordusunun simvolu olan qartalı da ora yerləşdirir və həmçinin 1816-cı ildən sonra, 14-cü ildən sonra bu 4 atlı artıq sülh yox, qələbə simvolu kimi bütün dünyaya nümayiş etdirilir.